Salam əziz şagirdlər, əziz izləyicilər. Bugün mən sizlərlə 5-ci sinif qəbul, 5-ci sinif lisey qəbul imtahanlarının suallarını paylaşmaq istəyirəm. Deməli, əziz şagirdlər, bu sualımız məntiq fənninə aiddir. Məntiqi bir sualdır və sualda bizə deyir ki, 5 sualdan ibarət olan bir imtahanda hər sualın balı həmin sualın sıra nömrəsinə bərabərdir. Məsələn, 4 nömrəli sual 4 baldır. Bu imtahanda iştirak edən, deməli, 1, qeyd edirik öncə. 1, 2, 3, 4 və 5 sualdan ibarətdir. Hər sual öz nömrəsinə uyğun balla hesablanır. Deməli, Malik 5 sualdan 3-ünü cavablayır. Zeynəb 4 sualdan ilk 4 sualdan ikisini cavablayıbsa, Zeynəb 1 ilə 2-ni cavablayıb. Sevil isə 3 sualdan birini doğru cavablayıb. O da 3-cü sual olsun. Və bizə deyir ki, şagirdlər qalan sualı səhv cavablayıb. İmtahan nəticələri elan olunduqda Zeynəb və Sevilin eyni bal topladığı məlum olur. Həqiqətən Sevilin 3 balı var. Zeynəb də 1 + 2, 3 bal eləyəcək. Deməli, bu şərtimizi düz yazmışıq. 3 nəfər ümumilikdə 18 bal toplayıbsa, Sevil 3 bal, Zeynəb 3 bal, plus Malik bilmirik və cəmi 18 isə 6 M də bərabər eləyəcək 12 bala. Düzdürmü? İndi bizə soruşur ki, Malik hansı sualları səhv cavablayıb? Baxın, Malik 1 ilə 2-ci sualı səhv cavablamalıdır ki, 3 + 4 + 5-in cəmi 12-yə bərabər eləsin. Çünki Sevillə Zeynəbin balları cəmi plus Malikin balı cəmi 18-ə bərabərdir. 18-dən 6 çıxdıq, 12-yə bərabər elədisə, yəni Malik burada 3, 4, 5-ci sualları düz yazsa, Malikin cəmi burada olacaq 12 bal. Həqiqətən 3-ü də birlikdə 18 bal toplamış olacaq. Ona görə Malik hansı sualları səhv cavablandırıb? 1-ci və 2-ci sualları səhv cavablandırıb ki, 3, 4, 5-ci sualları düzgündür və balı 12 baldır. Yəni bu sualımız bu şəkildə hesablanır.